möcüzə məsələsi elə bir şeydir ki, bir insan möcüzəni net dəlil gətirib deyə bilməz ki, bu möcüzə göstərsə bu peyğəmbərdir. Sen demin şey dedin, Hz. Muhammed'in Risaletinin delili olarak aynı deliller geçerlidir. Bunun dışındaki deliller delil değiller. Ama ben mesela bugüne kadar şey diyebiliyordum. Muhammed'in peygamberliğinin delili Kur'an'dır. Peyğəmbərin ilk yıllarında birkaç ayet vardı. Kur'an yoktu tamamen Tamam. ortada. O zaman Kur'an yoktuysa nasıl kendini kanıtladı? Yeryüzünde Allah'ın hüccetinin olmadığı bir saniyenin olmaması gerekiyor. Peki Hz. Muhammed Aleyhisselatü Vesselam Hatemül Enbiya ise ve onunla bu iş bitiyorsa ondan sonraki insanların hali ne olacaktır? Bugün bildiğiniz üzere toplum biliyor ki peygamber vasiyet bırakmak istedi sonra ama bırakamadı. Peki peygamberlerin en önemlisi, en büyüğü, en yücesi böyle bir gerekliliği, farzı, vacibatı nasıl es geçti? Mən sizə elə bir şey yazıb bıraxım ki, məndən sonra zəlalətə düşməyəsiniz, dalalətə düşməyəsiniz. Əgər Peyğəmbər sallallahu bu vəsiyyəti yazmasa, ümmət dalalətə düşəcək. Bugünkü gündə Hüseyn əleyhissalamın elə Kərbəla məsələsi hamımız bildik ki, zülmə qarşı çıxmaq idi. Getdi əshabı ilə şəhid oldu. Hüseyn əleyhissalam bir zülmə qarşı dursun deyə Zeydə qarşı çıxırsa, hər yerdə zülm vardır. Romaya qarşı çıxardı, başqalarına qarşı çıxardı. Onda belə bir mövzu çıxır ki, Mehdi də gəldiyində zaten kimsə ona yardım etməyəcək. Budda əleyhissalam peyğəmbər idi, Lao Tzu peyğəmbər idi, Sokrat əleyhissalam peyğəmbər idi, Platon peyğəmbər idi ki, ilahi ədalət dövlətinin sistemi necə qurulmasını cəmaata dövlət kitabında izah edir. Salam, hər vaxtınız xeyir. Həqiqət axtarışında olanlar, Həqiqət axtarışının bu bölümündə yenə də Türkiyədəyik qardaşlarımızla. Rəşad qardaşdır, Hikmət qardaşdır, aparıcınız mən İlkin Əliyev. Bugünkü bölümdə Peyğəmbər və onun əhl-i beyt haqqında danışacağıq. Keçmiş bölümlərdən Peyğəmbərlər mövzusunu danışmışdıq. Orada Peyğəmbərlik bir-birinə necə ötürülür, onun haqqında keçmiş bölümümüzdə məlumat vermişdik. İstəyirəm bu bölümdə də ki, Muhammed və Ali Muhammedə necə keçdi hüccətli və sadə sıravi insanlara Peyğəmbərliyin Muhammed Salavatullah necə bəyan etdi. İstəyirəm Hikmət qardaş, sən mövzuya toxunasan. Demək qardaş, keçən həftə danışdığımız kimi əvvəlcə hüccət necə tanınır, bir peyğəmbər, bir vəsi necə tanınır, bu məsələni açıqladıq. Və Peyğəmbər Salavatullah da gəldi, iddiasını elədi 40 yaşında. İddiasını eləyəndə Yahudilər, Xristianlar, xüsusən dindarlar deyək, öz övrün dindarları təbii ki, dəlil istədilər. O da mən sizin öz kitablarınızda, ilahi kitablarınızda keçmiş həmin qurtarıcıyam, adımla keçirəm deyir. Məsələn, İncildə, Tövratda nə keçir? Faraklit keçir. Faraklit ərəbcədə Muhammed deməkdir. Yəni övülmüş şəxs. İbranicədə Faraklit, ərəbcədə Muhammed. Bu formada ilk dəlilini ortaya qoyur Peyğəmbər ki, yəni mənim xəbərim sizin kitablarınızda verilibdir. Yəni, mənə elə gəlir ki, bu belə bəzi insanlar, bu tamam anladıq, Yahudilər falanlar var idi, onlara dəlil oldu. Amma qəbul etməyən kütlə də məncə var idi. Məsələn, elə kütlə var ki, məsələn, Peyğəmbər gəldi onlara elm açıqladı.
Məsələn, müəyyən çətin suallar verdilər. Peyğəmbər də öz elmi ilə açıqladı. Onları təsmin elədi. Bir qrup insan da bu cür qəbul elədi. Elə insan var, dedi ki, mənə möcüzə göstər. Peyğəmbər möcüzə göstərdi. O insan o cür qəbul elədi. Amma möcüzə məsələsi elə bir şeydir ki, bir insan möcüzəni net dəlil gətirib deyə bilməz ki, bu möcüzə göstərsə bu peyğəmbərdir. Yəni bu onun peyğəmbərinə dəlil olmayacaq. Vəsiyyət, yəni öncədən verilmiş xəbər adla, məsələn, gəlib demir, Muhammed sallallahu əleyhi və səlləm gəlib demir ki, mən peyğəmbərəm, gəlmişəm, son peyğəmbərəm gəlmişəm. Dedi ki, mənim adım sizin kitablarda keçir. Adım yəni Muhammed, mənim adım sizin kitablarınızda keçir. Bu olmadığı sürəcə bir şəxsin peyğəmbərliyi keçərli deyil. Digər dəlillər qüvvətləndiricidir. Vəsiyyət, elm və Allahın hakimiyyəti. Elm bir yerdə nəyə görə tək başına dəlil deyil. Çünki bir insan gələr, mənə səmalardan danışar və yaxud bir şeydən danışar. Mən də belə deyək də o mövzu haqqında bilgim yoxdur. Mən onun həqiqətən də onun dediyi elm deyə iddia elədiyi şeyin doğru olub olmadığını hardan bilə bilərəm? Gərək mən o elmi biləm ki, biləm. Məsələn, sadə bir nümunə gətirim bu məsələyə. Musa əleyhissalam dövründə sehirbazların qarşısında Musa əleyhissalam bir möcüzə göstərdi. Yəni öz elmini göstərdi orada əslində. Oradakı insanların içində sadəcə sehirbazlar anladı ki, bu həqiqi bir möcüzədir və bu həqiqətən də Allahdan olan bir şeydir. Çünki sehirbazlar onun elmini bilirdi. Amma sehirbazlar dışındakı digər insanlara görə hər ikisində elədiyi eyni şeydir. Çünki sehirbazlar da orada əsalarını atdılar, Musa da əsasını atdı. Sadəcə Musa'nın əsası onların atdığı, qurduğu əjdahaları, ilanları yedi. Amma sıravi insanlar üçün ikisi də eyni şey elədi. Amma sadəcə sehirbazlar bunu anladı. Ona görə də adi bir insan, bizim kimi insanlar tam olaraq elmin nə olduğunu anlaya bilməz. Ona görə də yenə də qayıdırıq vəsiyyətə. Onda belə çıxır ki, möcüzə belə göstərsə dəlil deyil. Yalnız və yalnız insanlar vəsiyyətdən yapışsınlar da belə deyək. Möcüzə sadəcə insanların, bəzi insanların qəlbini rahatlatmaq üçün, mütməyin eləmək üçündür ki, o insan bunu istəyir, deyir ki, mənə göstər, mən rahat olum. Çünki o adam anlamır çox şey. Amma net olaraq, həqiqətən də haqq olaraq bilmək üçün vəsiyyət və onun elmi, daha arxaca da hakimiyyətullah, bu üçü də mütləq bir arada olmalıdır. Şimdi sen demin bir şey dedin, Hz. Muhammed'in risaletinin delili olarak aynı deliller geçerlidir. Bunun dışındaki deliller delil değiller. Yani. Ama ben mesela bugüne kadar şey diyebiliyordum. Daha doğrusu toplumun kahir çoğunluğu öyle düşünür. Muhammed'in peygamberliğinin delili Kur'an'dır diye deniliyor. Evet. Ama şimdi şöyle bir handikap var burada. Bir şey kendi ispatını kendine dayandırıyorsa bu bir delil değildir. Yani başka bir gözlemci tarafından onun öyle olduğu söylenirse. İşte o yüzden ben yani Kur'an'ı tamamen katmadım bu konuya. Neden? Yani basit bir örnek vereyim. Bir kadın ben güzelim deyince güzel olmaz. Başka insanlar ona sen güzel bir kadınsın derse o kişi güzel olur değil mi? Yani birisi hırsızlık yaparsa veya bir şey yaparsa şahitler çağrılır. Tamam. Bir insan kendim ben hırsızlık yapmadım ve ben kendimi şahidiyim diyemez. Ha. Şahitler dışarıdan gelmesi gerekir. O yüzden de Peygamber salavatullah bir kitapla geliyor. 23 senede bir kitap bitiyor. Evet. Tamam, o kitap peygamberin ilk yıllarında birkaç ayet vardı. Kur'an yoktu tamamen ortada. O zaman Kur'an yoktuysa nasıl kendini kanıtladı? Kur'an geldi diyelim. Kur'an Muhammed sallallahu aleyhi ve sellem'in kitabıdır. Şimdi biz bir Hristiyana, bir Yahudiye ve bir diğerlerine ey Yahudi, ey Hristiyan, Kur'an-ı Kerim peygamberin hakkaniyyətinin dəlilidir deyə bilmərik. Onu referans göstərə bilmərik. Çünki Hristiyan deyəcək ki, əvvəlcə mənim kitabımdan, mənim inancımdan sən sübut elə, mən inanım, ondan sonra zaten onun gətirdiyi hər şeyə inanacam. Amma mən onun özünə inanmamış, gətirdiyi bir şeyə niyə inanım ki? Kendisini reddediyor zaten. Yani dolayısıyla Muhammed'in söylediği, yazdığı bir kitap, yani başkaları için onun yazdığı bir kitap, o kitap kendisine delil olamaz. Yani Kur'an'ın kendisi Muhammed Aleyhisselatü Vesselam'ın risaletine delil değildir. Değildir. Mantıken de böyledir. Ben de öyle düşünmüştüm. Kafamı kemiriyordu. Evet. İstəyirəm növbəti sualımı Rəşad qardaşa verim. Peyğəmbər salavatıllahdan sonra vəsilər oldu mu? Və yaxud da oldusa necə? Aslında bu sorunun cevabını verirken bir başka soru soracağım ama daha önceki bölümlerde bir soru gelmişti bana. Hani yeryüzünde Allah'ın hüccetinin olması birey olarak,
kul olarak benim Allah'taki hakkım mıdır? Hani bu sonuca varmıştık. Allah'ın benden bazı talepleri varsa bu taleplerini bana bildirmek zorundadır değil mi? Yani bu da Allah'ın mutlak adalet sıfatının bir tecellisi olarak gerçekleşecek bir durumdur. Şimdi buradan yola çıkarsak yeryüzünde Allah'ın hüccetinin olmadığı bir saniyenin olmaması gerekiyor. Yani denklem böyle kuruluyor. Sonuç buraya varıyor. Peki Hz. Muhammed Aleyhisselatü Vesselam Hatemül Enbiya ise ve onunla bu iş bitiyorsa ondan sonraki insanların hali ne olacaktır diye bir soru işareti insanın aklında kalıyor. Ama benim sormak istediğim soru şu. Allah'ın seçtiği kişi, vasi ya da imam ya da resul ya da nebi ya da herhangi bir yönetici olarak seçtiği kişinin dünya üzerinde olmadığı bir an var mıdır? Tabii biliyoruz ki yoktur. Peki böyle bir şey yoksa o zaman Hz. Muhammed'den sonraki süreç nedir? Hz. Muhammed'den sonraki süreç işte bugün hatta bugüne kadar İslam'ın parçalanmasına neden olan kendinden sonra bir vasiyet yazmak, bırakmak istedi peygamber. Bugün bildiğimiz üzere toplum biliyor ki peygamber bir vasiyet bırakmak istedi kendinden sonra ama bırakamadı diyorlar. Yani engel olundu. Aslında yine orada da benim hani bir soruma cevap veriyorsun da ben de yine sormuş olayım. Vasiyet her hüccet kendinden sonraki hücceti belirlemesi durumudur değil mi? Evet. Bunu işaret etmesi, anlatması, insanlara tanıtması. Evet. Bu bir gereklilik midir? Evet. Yani Çünkü, vacip midir bu? Yani olmazsa olmazdır. Olmazsa olmaz. Peki yani, evet. Her peygamber bunu yapmış mıdır? Her peygamber yapmıştır. İki türlü yapmışlar. Peki peygamberlerin en önemlisi, en büyüğü, en yücesi, en ulusu böyle bir gerekliliği, farzı, vacibatı nasıl es geçti? Deməyə çalışdığınız şey Peyğəmbər sallallahu hər kəs zaten bilir ki, həmin o gecə müəyyən şeylərdən dolayı alınmadı. Amma siz deyirsiniz ki, yəni o düşüncələrdəki şey əsas düz deyil. Həqiqətən yazıldı həmin gün. Bəli, mən onu demək istəyirəm ki, əslində vəsiyyət yazıldı. Mümkün deyil ki, peyğəmbər o vəsiyyəti yazmasın. Və peyğəmbər o vəsiyyəti yazandan sonra özündən sonra gələcək vəsiləri, özündən sonra gələcək Allahın yeryüzündəki höccətlərini, xəlifələrinin adları ilə təyin etdi. Söylədi ki, məndən sonra bu kəsrə gələcək. Və o vəsiyyət bu günümüzə qədər gəlib, hədis kitablarında bizə çatıbdır. Vəfat gecəsi yazdırdıq vəsiyyət. Bir də üzr yani böyle bir vəsiyyət şu an mevcut mu? Mevcuddur. Bəli. O vəsiyyət peyğəmbərin yazdığı vəfat gecəsi yazdığı vəsiyyət bu gün Qeybət Tusi kitabında da və digər mənbələrdə də bir Harun var falan daxil mövcuddur. Belə deyək də necə ki, məsələn, müsəlmanlar xristianlara, yəhudilərə öz kitablarından dəlil gətirir və yaxud digər dinlərə hamı öz kitabından dəlil gətirir. Bu gün də biz yazılı bir vəsiyyət axtaranlara öz kitablarından bu gün müsəlmanların kitablarında o vəsiyyət mövcuddur. Bu vəsiyyət somut anlamda, fiziki anlamda şu an hani bir kağıt olarak ya da bir derinin üzerinde mevcut mu? Yani konu öyle değil aslında. Vasiyet iddia etmek iki türlüdür. Ya bir insan alenen mesela bir selef kendi halefini insanların önünde beyan ederek, ilan ederek ki bu benim vasimdir. Ya da ki kendinden sonra yazılı bir senet bırakır. Sözlü ya da yazılı olarak. Yazılı senet bırakır ve o vasiyetin sahibi çıkar der ki ben sizin beşlediğiniz o vasiyim. Filancanın vasisiyim. Bunu dedikten sonra da insanlar onu hücceti tanıma kanunlarına göre o kriterlere tabi tutarlar. Evet. Ona uyuyorsa odur. Üzr istəyirəm, bir şey soruşmaq istəyirəm. Bunu höccətdən qeyrisi iddia eləyə bilərmi? Elə eləyə bilməzsə niyə? Əslində ona gəlirdim mən. Zəhmət olmaz. Höccətdən qeyrisi də bu vəsiyyəti iddia eləyə bilməz. Niyə görə iddia eləməz? Çünki Peyğəmbərimiz vəfat gecəsi xatircisi orada bir kəlmə deyir. Məşhur hədis, Sünni Şiə kitablarında var. Deyir, mən sizə elə bir şey yazıb buraxım ki, məndən sonra zəlalətə düşməyəsiniz, dalalətə düşməyəsiniz. Şimdi bir sual çıxır. Əgər Peyğəmbər salavatullah bu vəsiyyəti yazmasa, ümmət dalalətə düşəcək, zəlalətə düşəcək. Və Peyğəmbər salavatullah bu vəsiyyəti yazdısa və bu vəsiyyət zəlalətdən qoruyursa, Allahın artıq boynunda bir borcdur ki, bu yazılan vəsiyyəti qorusun. Niyə qorusun? Çünki batil bir iddiası gəlib bu vəsiyyəti iddia eləsə və insanları bu minvandan azdırsa ki, bu artıq Allahın höccəti tanıma qanununa girişməkdir artıq. O zaman Allah bu məsələ, bu şeyə girməsə, Allah onun ömrünü kəsər. Əgər onu kəsməsə, artıq günah Allahdadır.
Yəni bu deyilən söz, hətta mənim belə demək istədiyim bir şey var idi, onu siz dediniz. Yəni demək istədiyiniz budur ki, həqiqətən vəsiyyəti sahibindən başqası iddia edə bilməz və edəcəyi təqdirdə Allah onun ömrünü kəsər. Allah bu işə qarışar artıq, yəni. Müdaxilə eləyər, o adamın ömrünü kəsər. Yəni bu Allahın sorumluluğunda. Bəli, bu artıq Allahın sorumluluğundadır. Çünki bu höccəti tanıma qaydasını Allah bizə açıqlayır. Əgər bir batil buna artıq girirsə, bu o demək ki, haqla batil qarışacaq. Haqla batil qarışandan sonra artıq bu höccəti tanımanın qanunun heç bir əhəmiyyəti qalmayacaq. Əgər batil də bunu iddia edə bilirsə. Sözündən belə başa düşdüm ki, Peyğəmbər sallallahu son gecədə bir vəsiyyət yazdı. Vəsiyyətdə də ki, tərtibat olaraq şəxslər var idi. Şəxslərin adlarını qeyd etmişdi. Yəni onun haqqında bir geniş məlumatınız varsa, zəhmət olmasa. Təbii ki, Peyğəmbər sallallahu vəfat etdiyi vəsiyyətini yazdı və orada 12 imamın özündən sonra gələcək 12 imamın adını çəkdi və onlardan sonra 12 Mehdi gələcəyini dedi. 12 imamdan ilki də hamımızın bildiyimiz kimi İmam Əli əleyhissalamdır. Və İmam Əli əleyhissalam bundan əlavə olaraq da, vəsiyyətdən əlavə də Qədir-Xumda alənən, yəni birbaşa elan elədi ki, məndən sonra odur. Ondan sonra artıq bir-bir ardıca vəsilər gəldi, amma insanlar onları tanımadılar, inkar elədilər. Kim istəsə Qeybət Tusi kitabında səhifə 100-lərdə 111-ci hədisə baxa bilər. Bir-bir bütün orada 12 imamları çəkir və 12-ci imam, İmam Muhammed Mehdi ilə də imamlar sonlar və Peyğəmbər sallallahu özündən sonraki vəsini təyin elədi. Amma insanlar nə etdi? İnsanlar o Allahın hakimiyyətinə çağırmaq məsələsində artıq bu yolla getmədilər. Xəlifəni, vəsini tək qoydular. Yığışdılar, şura qurdular, özlərinə bir xəlifə seçdilər. Yəni bir rəhbər seçdilər və Allahın seçdiyi rəhbəri tərk etdilər. Bununla da İslamda bir parçalanma başladı. Bir qrup dəstə Allahın seçdiyin tərəfində dayandı. Böyük bir dəstə də özlərinə rəhbər seçib bu yolla getdilər. Yəni parçalanma deyirsən ki, Allahın seçdiyini qoyub başqası, yəni öz nəfslərinin seçdiyinə gedəndən sonra başladı parçalanma. Yəni özlərinə bir rəhbər seçdilər və bununla da parçalanma başladı İslamda. İslamda parçalanma var. Qurani-Kərimdə Allah Təala bir çox hekayələr bizə anladır. Keçmiş peyğəmbərlərin zamanında filan hekayələr olur. Bu hekayələri bizə anlatmasının səbəbi nədir? Ben de bayağı üzerine düşündüğüm bir konu. Ne düşünüyorsun? Bence yani gereksiz lakırdı yapacak biri değildir Tabii ki. Allah. Anlattığı her bir hikayede bizim için ilerideki yaşayacağımız hayatta bir ibretlik bir şey vardır ki Evet. onu bize anlatır. Yani yoksa hani bize ne? Zülkarneyn Aleyhisselam başka bir gezegende, başka bir yıldız sisteminde, başka bir uzaylı türe karşı işte bir set yapmış. Şimdi bu Yecüc ve Mecüc miti bir gün geri gelecek ki Allah bundan bahsediyor. Geri gelmeyeceklerse bu hani tekrar karşımıza çıkmayacaksa aynen, Allah bunu zikretmez. Aynen. Yani abesle iştigal olur. Yani mesela Musa Aleyhisselam işte buzağı konusu diyelim mesela. Buzağı yapıyorlar, tapıyorlar. İki gruba bölünüyorlar. Ya bunu anlatmanın sebebi her devirde bu şeyin baş vermesidir. Hı. O yüzden de Muhammed Sallallahu dövründe de bu şey baş verdi. İki deste hadis de var hatta bununla ilgili. Yahudiler 71, Hristiyanlar 72, benim ümmetim 73 fırkaya bölünecek. Ve dolayısıyla insanlar Peyğəmbər seçdiyi vəsilərdən aralı düşməyə başladılar. Və Hüseyn Aleyhisselamın Kərbaladakı davası da bu idi əslində. Sözümə dəstək olaraq bugünkü gündə Hüseyn Əleyhisselamın ilə Kərbəla məsələsi hamımız bildik ki, zülmə qarşı çıxmaq idi. Getdi əshabı ilə şəhid oldu. Hüseyn Əleyhisselam bugün Kərbəla məsələsini bir çox insan həqiqətdə anlamırlar. Yəni Hüseyn Əleyhisselam niyə Kərbəlaya getdi? Bir halda ki, Peyğəmbərin zamanından hətta bilirdi ki, Peyğəmbər özü demiş ki, sən Kərbəlada şəhid olasan. Yəni öncədən bilirdi. Öncədən zaten bilirdi. Hüseyn Əleyhisselamın hədəfi nə idi, məqsədi nə idi? Bunu bir çox insan anlamadı. Bugünkü dövrdə tamamilə unudulubdur. Ki Hüseyn Əleyhisselam bir zülmə qarşı dursun deyə Zeyddə qarşı çıxırsa, hər yerdə zülm var idi. Romaya qarşı çıxardı, başqalarına qarşı çıxardı. Hüseyn Əleyhisselamın hədəfi bu idi ki, Yezid artıq insanların beynində insanların özlərinə lider seçmək hakimiyyətunnas sistemini qururdu artıq. Və Hüseyn Əleyhisselam buna qarşı çıxmasaydı, bu ideologiyaya qarşı çıxmasaydı, Allahın
hakimiyyətinə çağırma məsələsi tamamilə unudulub gedəcəkdi. Yəni höccəti tanımanın 3-cü qanunu unudulub gedəcəkdi. Və hətta bütün peyğəmbərlərin Adəmdən ta ki axır zamanda qurulacaq ilahi ədalət dövlətinə qədər ki hədəf bu idi, ilahi ədalət dövlətini qurmaq, bütün əziyyətləri boşa çıxacaqdı. Hüseyn əleyhissalamın hədəfi qaim üçün axır zamanda qurulacaq dövlət üçün zəmin hazırlamaq idi. Çünki zəmin ideologiya ilə başlayır. İdeologiya yaddan çıxsa, artıq heç bir şey qurmaq mümkün deyil. Yəni belə deyək də, hamımızın bildiyi kimi bütün peyğəmbərlərin çabası ilahi ədalət dövlətinin qurulması üçün idi. Və bütün peyğəmbərlər bunun üçün gəldilər, amma çox azı xaric, bir çoxu bunu edə bilmədi. Və bu gün də axır zamanda da qurtarıcının gəlməsi, məsələn, mən sırf Mehdi demirəm buna, çünki müsəlmanlar Mehdi deyir, Yəhudilər Maşiyaxı gözləyirlər, Xristianlar Məsih gözləyirlər, İsa əleyhissalamı, Buddistlər Maitreyanı gözləyirlər, Krişnaçılar Kalkini gözləyirlər. Yəni hər kəs bir qurtarıcı gözləyir. Yəni hər kəsin zaten bir qurtarıcı gözləyirlər və bu qurtarıcının hədəfi nədir? Çox adam heç bilmir. Hədəfi nədir? Bu bir kəsə ümumən işarə oluna bilərmi, yoxsa hər kəsin gözlədiyi ayrı-ayrı bir kəslər var? Əslində bunu bilmək üçün gərək biz baxaq ki, bütün bu şəxslər, bütün bu günkü dinlər kök olaraq nəyə dayanırdı? Bütün bu dinlərin kökündə bir peyğəmbər vardı həqiqətində. Məsələn, Budda əleyhissalam peyğəmbər idi, Lao Tzu peyğəmbər idi, Sokrat əleyhissalam peyğəmbər idi, Platon peyğəmbər idi ki, ilahi ədalət dövlətinin sistemi necə qurulmasını cəmaata o dövrdə bir kitabını yazmış, dövlət kitabında izah eləyir. Bir dövlət, ilahi dövlət necə qurulmalıdır? Və yaxud digərləri. Və bu dinlərin kökündə bir peyğəmbər dayanırdısa, demək yeganə bir mesaj vardı, vahid bir mesaj var idi. Və bütün peyğəmbərlər insanı bu vahid mesaja çağırırdılar. İlahi ədalət dövlətini qurmağa çalışırdılar. Bütün bu peyğəmbərlərin sabahı axır zamanda gələcək o qurtarıcının bu ilahi ədalət dövlətinin qurmasına zəmin hazırlamaq idi. Bax, bütün höccətlərin Adəmdən Xatəmə kimi deyirsiniz ki, ilahi ədalət dövləti qurmaq idi planı. Bu gəldi 12 imamda da belə davam elədi. Bəs yaxşı, o ilahi ədalət dövlətinin qurulmamasına səbəb nə idi? Çünki insanlar öz höccətlərini, zamanının höccətlərini tanıya bilmədilər, bir çoxu inkar elədilər. Höccət tanıma qanununa başvurmadılar, rədd etdilər və özlərinə rəhbərlər seçdilər. Yəni, məsələn, Peyğəmbər əleyhissalamı seçdi, amma insanlar getdilər, özləri şura qurub, özləri seçdilər. Biz sənin seçdiyini qəbul eləmirik. Ya, ey Allah, sənin seçdiyini istəmirik, biz özümüzə seçirik. Və bu metodla getdiklərinə görə xəlifələrin yanında duran çox az insan qaldı. Dolayı yolla da o dövrlərdə bu şey qurula bilmir. Onda belə bir mövzu çıxır ki, Mehdi də gəldiyində zaten kimsə ona yardım etməyəcək. İş orasındadır ki, Mehdinin gələcəyi dövrdə ki, biz əvvəlki mövzularda reinkarnasiya mövzularını açıqlamışdıq. Mehdinin gələcəyi dövrdə bütün keçmişdə yaşamış peyğəmbərlər, salih bəndələr, möminlər geri qayıdacaqlar. Dəyərli fikirlər oldu. Düşünürəm ki, bu fikirlər, bu cavablar vasitəsilə çoxlarının axtardığı cavabları verdiniz bu verişdə. Bugünkü həqiqət axtarışı verilişimizin sonuna gəldik. Dostlarıma, qardaşlarıma təşəkkür bildirirəm. Əhmədi sülh və nur ilə qalın.